Resulullah sallallahu aleyhi və səlləmin xidmətçisi olan Ənəs bin Malik əl-Ənsari radiyallahu anhudan rəvayət edildiyinə görə, Resulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Bəndəsinin tövbə etməsinə görə, Allahın sevinci sizdən birinin kimsəsiz səhrada itirmiş dəvəsini tapdıqda keçirdiyi sevinç hissindən daha çoxdur. Müslümdən gələn başqa bir rəvayət isə belədir. Hər hansı birinizin tövbə etməsi səbəbilə Allah Teala'nın duyduğu sevinç hissi, uçsuz-bucaqsız səhrada gedərkən üstündəki azuqəsi ilə birlikdə dəvəsini əlindən qaçıran, xeyli axtardıqdan sonra dəvəni tapma ümidini itirərək bir ağacın kölgəsində uzanan, elə bu zaman dəvəsinin gəldiyini görüb ofsarından yapışan və sevincinin həddi-hüdudu olmadığı üçün nə dediyini bilməyərək, Allahım, sən mənim qulumsan, mən də sənin Rəbbin, deyən adamın sevincindən daha çoxdur.